Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Ümumiyyətlə videonu izləyəcək hər bir kəsi salamlayıram. Uzun müddətdir kanalda video izahla çıxış etmirəm. Düşündüm bu gün sizin üçün qaldığım yerdən MHM vəsaitindən Əhməd Cavad test bölməsinin izahı ilə yeni bir video izah eləyim. Sizinlə bərabər tanış olaq. Bəzən olur, razı olmadığınız məqamlar olur və yaxud mənim yanlışlıqla və yaxud ani bir çaşqınlıqla, yorğunluqla səhv izah etdiyim testlər ola bilər. Şərhlərə yenə də açığam, şərh bölməsini açıq saxlayacağam. Razı olmadığınız və yaxud da əlavə olaraq fərqli yanaşdığınız məqamlar olarsa, rəy bölməsində yazırsınız. Mən bütün rəyləri oxuyuram. İstəyirəm vaxt itirmədən Əhməd Cavadla bağlı test bölməmizin izahına başlayaq. Birinci testimizdə bizə nə deyir? Deməli, Əhməd Cavadın Azərbaycan bayrağına şeirinin məzmunu ilə bağlı fikirlərdən biri fərqlidir. Yəni doğru və yaxud da yanlış olma baxımından hazırda biz bunu təhlil edəcəyik. A. Bayrağın rəngini Qayıxan soyundan aldığı deyilir. Bəli, deyir ki, Qayıxan soyundan aldığın rəngi qucamış Elxanla müsəlman bəci. Bu doğrudur. B. Allahın ulduzu o gözəl pəri deyərkən bayrağın qırmızı rənginin üzərində olan 8 cuşəli ulduza işarə edir. Allahın yıldızı o gözəl pəri sığınmış qoynunda aya bayrağım. Doğru fikirdir. C. Biz belə başa düşdük ki, fikirlər doğru olaraq gedəcək, səhvi götürmək lazımdır. C-də şair bayrağın kölgəsi düşən yeri dövlət quşu hesab edir. Burada incə bir məqam var. Deyir ki, kölgən dövlət quşu qondu başıma. Yəni kölgəsini dövlət quşuna bənzədir təşbehlə. Amma deyir ki, öpüm kölgən düşən mübarək yeri. Onun kölgəsinin düşdüyü yeri mübarək yer adlandırır. Deməli, dövlət quşu başqa. Bu olmuş oldu səhv. Davam edirik. D. Şair Turana gedərkən bayrağımızla qarşılaşdığını deyir. Gedərkən Turana çıxdın qarşıma deyir. Doğru fikir. Bayraq Elxanın övladı dinin dirəci adlandırılır. Bəli, Elxanın övladı dinin dirəci gətirdin könlümə səfa bayrağım deyə. Bu da doğru bənd olmuş olur. Davam edirik növbəti testimizlə. Burada bircə dəqiqə. 2-də. 2-də bizə deyir ki, Azərbaycan şeirinin təhlilində bütün uyğun fikirləri tapın. Ümumiyyətlə, Azərbaycan şeiri və Azərbaycan bayrağına şeirlərini fərqləndirmək lazımdır. Yəqin ki, növbəti testlərimizdə biz bunu görərik, elə testlərdə də fərqləndirərik. Azərbaycan şeiri bədii forma və bədii məzmun baxımından təhlil olunacaq. Heca vəznində yazılıb, bəli, bu doğrudur. Yəni, bizdən nə istəyir? Uyğun fikirlər istəyir. Heca vəznində yazılması doğrudur. 4-4 bu arada bölgü əsasında yazılıb. Qafiyə quruluşu AA, B, AAAB, CC, bəli, doğrudur. 1-2. Hələ ki, doğrudur. 3-ə baxırıq. Bədii məzmun. Əsərə görə ölkəmizin yer üzərində tayı yoxdur. Bəli, doğrudur. Deyir ki, yer üzündə yoxdur tayın, cür-cür axar necə çayın kimi fikir var. Bu da doğrudur. 1-2-3. Tərənnüm üzərində qurulmayıb. Bu isə yanlışdır. 1-2-3. Cavab olaraqdan C variantı. Davam edirik 3-cü testimizin izahı ilə. 3-cü testimizə deyir, Saura obrazına əsasən uyğunlaşdırın. Saura obrazı müəllifin deməli ki, Səsli qız poemasındandır və biz burada Saura obrazının həm əməli, həm də xarakteri ilə bağlı olan bir məsələyə toxunacağıq. Görək hansında nə özünü göstərəcək. Əməli, xarakteri. A. Cəsurdur. Bəli, Saura obrazı cəsurdur. Elə Qalib Şahı zəhərləməsində biz bunu görürük. Deməli, 2-yə biz A yazacağıq. Şaha qarşı atacağı addımda tərəddüd edir. Xeyr, tərəddüdü yoxdur. Ona görə də B ümumiyyətlə səhvdir və B olan variantlar da ümumiyyətlə belə baxıram ki, heç yoxdur. 2, A, 3, daha doğrusu C variantı tədbirlidir. Bu da onun sırf xarakteri xüsusiyyətidir. Ona görə çox ehtiyatla o zəhəri məhz şəraba qatırdı. Mahnı oxuyur. Mahnı oxumaq isə onun əməlinə aiddir. 1-ə D variantı, 2-yə isə A, C variantı. Məhz bizim cavabımız A variantı. Davam edək 4-cü testimizin izahı ilə. Burada bizə Əhməd Cavadın Azərbaycan bayrağına şeirinin forma xüsusiyyətləri ilə bağlı doğru fikirlər istəyir. Deməli, formasına baxacağıq və doğru fikirlər olmasına fikir verəcəyik. 1. Şeirdə həm bayrağın 3 rəng olmasına, həm də üzərində ay və ulduzun olmasına işarə var. İş orasındadır ki, bu fikir öz-özlüyündə düz olmuş olsa da, bu forma yox, məzmuna aiddir. Mövzusu 3 rəngli bayrağın tərənnümüdür. Bu da məzmuna aiddir. 1-2 variantlardan çıxırıq. Bütün bəndlərdə misra daxil bölgü 6+5 şəklindədir. Bəli, bunu şeiri oxuyanda yəqin özümüz də fikir vermişik. 3
həm də formasına aid olduğu üçün biz üçüncü verilən fikri götürəcəyik. Davam edək, görək o biri tərəfdə nə yazıb. Nəzmi nəsrdən fərqləndirən. Nəzmi nəsrdən fərqləndirən əlamətlərdən biri olan rədifdən istifadə olunmuşdur. Bəli, bayrağım rədifindən istifadə olunmuşdur və forma xüsusiyyətlərinə aid olduğu üçün götürürük. 5. Şeirin qafiyə quruluşu A, B, C, B, D, 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 B. Bəli, yəni qoşma formasında qafiyələnib, ona görə burada bizim cavabımız olmuş olacaq E variantı. Davam edirik. Növbəti testimizlə görək. 5-də deyir, Eyler-Venn diaqramındakı bütün uyğun fikirləri seçək. Burada bizə deyir, məğlub şah və qalib şah uyğun fikirlər, yəni doğru yerləşdirilmiş fikirlər. Bir Allahlıq iddiası edilmiş. Allahlıq iddiası edən elə bəli məğlub şahdır, yəni düzgün yerləşdirilib. Müsbət obraz deyil, həm məğlub, həm qalib şahın heç biri müsbət obraz deyil, doğru götürəcəyik, həm biri, həm ikini. Sonda ölüm cəzası, sonda cəzası ölüm olur. Bəli, qalib şah Saranın ona zəhər verməsi ilə öldürülür. Yəni 1, 2, 3 hər üç fikir tam olaraqdan doğrudur. Cavab E variantı. Sonradan 6-ya baxaq. Qayxan soyundan aldığın rəngi qucamış Elxanla müsəlman bəci. Elxanın övladı, dinin dirəci. Gətirdin könlümə səfa bayrağım. Azərbaycan bayrağı əsərindən verilən bəndlə bağlı doğru fikirləri seçəcəyik. Doğru fikir. A. Müstəqilliyin itirilməsindən sonra bayrağın həsrəti ilə səhvdir. Çünki 1919-cu il aprel ayının 10-unda yazılıb. Müstəqilliyimiz isə aprel ayının 28-də itirilmişdi. B. İlk misrada türk soyunun adı çəkilib. Qayxan soyundan aldığın, bəli, rəng Qayxan soyu, bax burada məhz türk soyunun adı çəkilib. Davam edirik. 7-ci testimizin izahı ilə davam edək. Deyir, Səsli Qız poemasından verilən nümunələrdəki bədii təsvir vasitəsi hansı variantda düzgün göstərilməmişdir? A variantı 6 aydan çox sürən qanlı bir mühasirə. Burada qanlı mühasirə bəli epitetdir. B variantı cənnət kimi bir ölkə məzarlığa dönmüşdü. Ölkəni cənnətə bənzədir, təşbihdir. C. Çıxdı güləş üzü ilə o bəxtəvər. Günəş də epitet işlənib, bu da doğrudur. Şahın bu gün ağır daş asılmışdı boynundan. Epitet yazıb, amma ağır daş epitet deyil. Adi qrammatik təyindir. Daş ağır ola bilər. Ona görə də D variantı yanlışdır. Torpaq şaxa qalxdı, toz da canlandı. Torpaq şaxa necə qalxsın? Toz da canlana bilməz. Ona görə də köçürmədir və metafordur. Doğrudur. 7-də cavabımız olmuş oldu. D variantı. Davam edirik növbəti testimizlə. 8-də Azərbaycan bayrağına şeiri ilə bağlı hansı fikir yanlışdır? Azərbaycan bayrağına şeirinə görə yanlış olan nədir? A. 10 aprel 1919-cu ildə Bakı şəhərində parlament binasının üzərində dalğalanmış 3 rəngli milli bayrağımız vətənpərvər şairi riqqətə gətirmiş və bu gözəl sənət əsəri yaranmışdır. Doğrudur. Biz isə yanlış axtarırıq. Şeirdə el sənətkarının ürək çırpıntıları duyulur. Doğrudur. Şair bayrağımızın simvolikasını izah edir. Bəli, bayrağa olan sevgi ilə vətənə olan sevginin simvolu kimi dəyərləndirilir. Şair bu şeirə görə ona verilən mükafatı əsgərlərimizə bağışlayır. Baxın, belə bir fakta, məlumata heç bir yerdə biz rast gəlmədiyimiz üçün yanlışdır. Türklərin birliyindən bəhs edilir. Turan, gedərkən Turana çıxdın qarşıma. Turan elə türk dövlətlərinin birliyi mənasındadır deyə düzdür. Ona görə davam edək növbəti testimizlə. 9. Azərbaycan şeirində əksini tapmışdır. Ölkənin düşməninin çox olması, bəli, deyir ki, düşmənin çox. Necə idi? O sonuncu bəndlərdədir ki, orada deyir ki, düşmənin, qorxun yoxdur, qorxun yoxdur, düşmənin var deyir. Deməli, biri özünü göstərir, biri götürürük. Sonra ki, ölkəmizin zəngin təbii sərvətləri, bəli, Azərbaycan şeirində elə ölkəmizin zəngin təbii sərvətlərindən çox danışır. Azərbaycan təbiətinin gözəlliklərindən də çox danışır. Lirik qəhrəman əsgərlərimiz haqqında düşüncələri, bax bu yoxdur. Cənubi və Şimali Azərbaycan birliyi, bu da yoxdur. Ona görə 9-da cavabımız 1, 2, 3, B variantı. Davam edirik 10-cu testimizlə. Onda deyir, gedərkən Turana çıxdın qarşıma, kölgən dövlət quşu qondu başıma, izindir gözümdə coşan yaşıma, dinlətsin dərdini, aha, bayrağım. Verilən bəndlə bağlı hansı fikir doğrudur? Bircə dəqiqə işarələyək.
Doğrudur. A variantı. Şair Turana getməklə yanlış etdiyini deyir. Yanlışdır. Bayrağın kölgəsi dövlət quşuna bənzədilir. Bəli, kölgən dövlət quşu deyib təşbih istifadə edir və doğrudur. Mən bunu niyə yanlış götürürəm ki, burada təşbih özünü göstərir. Şair Turan deyəsən Qərbi Avropanı səhvdir və digərləri də avtomatik olaraq səhv gedir. Davam edirik 11 ilə. 11-də Əhməd Cavadın Dalğa kitabında qoşma kitabından fərqli olaraq burada diqqət edirik nəyə? Əhməd Cavadın 1913-cü ildə qoşma şeirlər kitabı, 1919-cu ildə Dalğa şeirlər kitabı dərc olunmuşdur. Qoşmada Əhməd Cavad kədər özünü göstərir, Dalğada isə Cümhuriyyətlə bağlı olan, hansı ki Əhməd Cavadı Cümhuriyyət nəğməkarı adlandırdığımız şeirlərin cəmindən danışılır. Və bizdə Əhməd Cavadın Dalğa kitabında qoşma kitabından fərqli olaraq nə var onu tapırıq. Əhməd Cavad kədəri güclüdür, xeyr. Bu qoşmaya görə fərq sayılır. 1918-1923-cü illər arasında xeyr. Əgər Dalğa 1919-cu ildə çapdan çıxıbsa biz 23-ə gedə bilmərik. C. Əsərlərin əksəriyyəti müstəqil ölkənin tərənnümünə həsr olunur. Məsələn, az əvvəl dediyim məqam burada özünü göstərdi. D. Dilimizin saflığının qorunması mövzusunda şeirlər yer alır. Bu deməli bizdə qoşma daha doğrusu şeirlər kitabındadır. Hansı ki orada Qafqazlı Sansev Qafqazı, quşlara, ondan sonra dilimiz, bu məqamın özünü göstərdiyi şeir. Şeir tənqidi, bu da yox, şair tənqidi şeirlərə. Dalğada yenə dediyimiz kimi bayaqki qeyd etdiyimiz məqamlar üstünlük təşkil edir. 12-ci testimizə baxaq. Eyler-Venn diaqramındakı uyğun fikirləri seçin bizə deyir. Uyğun fikirlər. Azərbaycan şeiri ilə Azərbaycan bayrağında şeirlərini müqayisə edirik. Bir də üç rəngli bayrağımızdan doğan qürur hissi əksini tapıb, bir də bizim üçün A-ya yerləşdirib, yəni Azərbaycana xeyr. Burada verilən fikir aiddir bu hissəyə. Yəni Azərbaycan bayrağında şeirinə. 2. A, A, B, C, 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 D. Səhv buradadır. Yəni A, B, C, 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 B formasında qafiyələnməlidir deyə yanlışdır. 2 yanlış, 1 yanlış variantlardan da çıxırıq. 3-ə baxırıq. Tərənnüm əsasında yazılıb, ortaya verilib. Bəli, hər iki şeirimiz tərənnüm əsasında yazılıb deyə 3 doğrudur. 4, 11 hecalı şeirdir yazıb. Bu ortağa verilib. Ona görə ki səhvdir. Azərbaycan 8 hecalıdır, digəri isə 11 hecalıdır. Ona görə 4 də yanlış olduğu üçün cavab qalır 3-6. 5. Təbiət gözəllikləri təsvir edilib. Təbiət gözəllikləri təsvir edilib. Bu Azərbaycan şeirindədir. Xəzər dənizinin əvvəlki adına rast gəlinir. Bəli, Azərbaycan bayrağında şeirində hansı ki quzğun dənizdən. Üç rəngli əksini quzğun dənizdən, yoxsa necə idi o? Söyləs. Üç rəngli əksini quzğun dənizdən idimi o hissə, yoxsa bəli, Ərmağan yollasın yara bayrağım. Bəli, bu hissədə biz görürük ki, o quzğun dəniz Xəzər dənizinin əvvəlki adlarından biridir. Davam edək. Biz növbəti testimizlə 13-də deyir. Müəllim şagirdlərə tapşırır ki, Sara obrazı haqqında düzgün fikirləri qruplaşdırsınlar. Hansı fikirləri seçən şagird səhvə yol verməyəcək. Nişanlısının istəyi ilə onun intiqamını alır. Baxın, bu səhvdir. Bilirsiniz niyə? Çünki Argun, yəni Saranın nişanlısı Argun ölkənin müdafiəsi zamanı həlak olur və o həlak olanda son anda, yəni oxlanaraq öldürülür. Sara onun yanında olmur. Ona görə də bir səhvdir ki, onu qalib şaha həm yerlilərə təqdim edir. Bəli, doğrudur. Təəssüf ki 2 doğrudur, götürürük. 3. Şahı öldürmək üçün içkisinə zəhər qatır. Bu da doğrudur. Oxuduğu Bağlar mahnısı xoş əhval-ruhiyyədə idi. Yox. Kimsən əkəc, baxdı dağlar, nə bilim, mən ki səndən doymamışdım, quş qolmağa qoymamışdım, bir almanı soymamışdım. Kimisindən biz xoş əhval-ruhiyyə görmürük. Niçbindir, sadəcə, daha doğrusu bədbindir, sadəcə olaraq vətənə dərin məhəbbəti də özündə birləşdirir. Saranı qalib şaha ölkəmizin ulduzu kimi təqdim edirlər. Bəli, təqdim edirlər, məhz təqdim edirlər. Ona görə də 2, 3, 5 bizim cavabımız olaraq qalır. İndi isə 14. 14-də deyir, müəllifin obrazlara münasibəti ilə bağlı cədvəldəki uyğunsuzluğu müəyyən edin. Səsi qız. Müəllifin Saraya münasibəti, bir də qalib şaha münasibətinə baxırıq. Vətənpərvər obraz kimi təqdim edir. Bu düzdür. Sadəcə biz uyğunsuzluğu axtarırıq deyə biri götürə bilmərik. 2. Onun dilindən verilən mahnı ilə doğma vətənə məhəbbəti ifadə edir. Bəli, bu da doğru fikirdir. Yenə deyirəm, uyğunsuzluq istədiyi üçün bir dənə ki bizə lazım deyil və nə edirik? Cavablardan da bunu çıxırıq. Bir dənə ki getdi.
Sonra 3. Məğlub şaha qarşı rəğbətini bu obrazla çatdırır. Məğlub şaha qarşı heç bir rəğbəti yoxdur və ona görə də biz 3-ü səhv olaraq, uyğunsuz olaraq götürürük. Qalib şaha münasibəti. Qalib şaha da qan içən, qəddar, haqsızlıq edən obraz kimi təqdim edir. Bəli, bu doğru fikirdir. Sadəcə doğru olduğu üçün bizə lazım deyil. Sonra onu təvazökar bir biri kimi təsvir edir. Xeyr, təvazökar biri deyil. Ona görə uyğunsuzluqdur. 5-i götürürük. Obrazı ürək təmizliyinə görə məğlub şahdan fərqləndirir. Xeyr, həm məğlub şah, həm qalib şah hər ikisi mənfi obrazdır. Ona görə də 3, 5, 6 bizim cavabımız C variantı olmuş olur. Deməli, 15-ci testimizdə bizə nə deyir? Deyir, əsərə, yəni səsi qız əsərinə əsasən nələri müəyyən etmək olar? Tam cavab. Yüksək təbəqə nümayəndələrinin qalib şahı necə qarşıladıqları aydın görünür əsərdə. Sonra, yəni bir bizə lazım olan cavabdır. 2. Ölkə azad olduqdan sonra məğlub şahın taleyini. Bax, bu bilinməyən bir nüansdır ki, yəni ölkə azad olur, hansı ki Sara zəhəri şərabın içərisində hökmdara, qalib hökmdara verir. Sonra səhərsi gün artıq onun ölmüş görürlər və xalq üsyana qalxır. Biz bunları görürük, amma heç də orada məğlub şahın taleyi ilə bağlı heç bir məlumat əldə edə bilmirik. 3. Mühasirənin ardından edilən hücumla xalqa necə zülm edilməsi bu aydın əsərdə özünü göstərir ki, artıq səhərsi hətta ölkədə yas qadağan edilir, əmr edilir ki, toy səsi çalınsın, nə bilim küçələrdən qanlar yuyulsun, gül çiçək səpilsin. Baxın belə, yəni məlum bir vəziyyətdir. 3-ü götürürük. Qalib şahın taleyi necə olur? Öldürülür Sara tərəfindən, yəni aydını götürürük. Saranın nişansının taleyini də biz bilirik ki, oxla vurularaq öldürülür. Yəni nəhayətində 1, 3, 4, 5 cavab A variantı. 16-da hansı məqamda uyğunluq pozulub deyir. İnsanın qəddarlıqla məhv edilməsi yol verilməz, uyğunluq pozulub. İnsanın qəddarlıqla məhv edilməsi yol verilməzdir ideya. Bəli, bu ideya özünü bilirsiniz harda göstərə bilər? Hansı ki məsələn, qadınlara münasibətdə deyir, əgər qadındırsa onu belə işgəncə ver, nə bilim, qoy sevdiyinin adını unutsun, əgər qızdırsa atın döşündə ləhlət, əgər gəlindirsə, nə bilim, hərraca çıxar, bazara hərraca çıxar və yaxud da deyir ki, insanlar hər nə qədər zülmə məruz qalsalar da, onlara bu zülmə edənin güclü olduqlarını bilirlərsə, onu bağışlamağa hazırdırlar. Məncə, mən bu mövqedən yanaşıram. Siz təbii ki, hansısa başqa formadan yanaşsanız, yenə də şərhlərə yaza bilərsiniz. Ona görə də A variantında doğrudur və verilən. B. Vətənə məhəbbət, işğalçılara nifrət mövzudur. Bəli. Vətənə məhəbbət və işğalçılara nifrət edən mövzumuzdur. Problemimiz də odur ki, müharibədir və xalqın, ölkənin işğal edilməsidir. Bunun da həlli mübarizə ilə o işğaldan azad olunmaqdır. B. Vətənə məhəbbət işğal, deməli bu düz idi. C. Saraya müraciətlə deyilən ilk səhifələri epilog saymaq olar. Epilog deyəndə ki, epilog son sözdür. Son sözdür. Ona görə biz bunu səhv götürəcəyik bədii formada. Yenə proloq hesab edə bilərik. Ona görə də C variantı səhvdir. D. Müəllifin fikrincə Saranın məmləkəti köhnə mənada azaddır. Bəli, bədii məzmunda bu özünü göstərmişdir. Düzdür. Vətənin işğalı və onun acıtı nəticələri problemdir. Bəli, doğrudur. Cavabımız olmuş oldu C variantı və davam edək nə ilə? Mən hey göyə baxdım, göy mənə baxdı. Yollara baxmaqdan gözlərim axdı. Şimşək oldu ancaq bir kərə çaxdı. Baxdı qurbanına qurban olduğum. Verilən bəndin təhlilinə aid deyil. Dili aydındır. Bəli, dili aydındır. Daha sonra şair, yəni bu düz fikirdir. Şair səmimi hisslərini ustalıqla ifadə etmişdir. Bəli, doğru fikirdir. Lirik qəhrəman həsrətlə yollara baxır deyib burada özünü göstərir. Yollara baxmaqdan gözlərim axdı. Natamam qafiyədən istifadə olunmuşdur. Gəl baxaq, axdı, çaxdı. Baxın, natamam qafiyə olanda bir dənə heca qafiyə olur, amma burada axdı, yəni 1, 2, çaxdı, axdı, axdı. Burada da yenə bu hissə, baxın bu hissə deməli özünü göstərir ki, bu tam qafiyə hesab olunsun. Yəni nəhayətində natamam yox, tam qafiyə özünü göstərdiyi üçün cavabımız D variantı. İnversiyada işlənmişdir. İlə burada baxın, baxdı qurbanına qurban olduğum. Davam edək 18-ci sualımızla. Səsli qız əsərinin məzmunu ilə bağlı doğru fikirləri müəyyən eləməyimizi bizdən istəyir. Məzmun dediyi üçün diqqətli olmaq lazımdır. Baskın zamanı vətənini müdafiə edənlər qılıncdan keçirildi, qız gəlinlər düzlərə dağıldı. Bəli, bu doğru fikirdir, biri götürürük.
Sonra işğalın ertəsi günü ölkədə ağlamaq qadağan edilir. Bəli, bu da doğru fikirdir. Düşmən şahın gəlişi bayram edilsə də xalq buna qarşı çıxır. Xeyr, təəssüf ki, xalq buna qarşı çıxmır. Ona görə də 3 səhvdir. Bizə lazımdır 1, 2 olan variant. O da 3-də olmayan variant 1, 2, 5 çıxır. Müəllifin fikrincə güc qarşısında aciz qalmış insanlar zülm edənləri əsla bağışlamazlar. Deməli, müəllifin fikrincə güc qarşısında aciz... Xeyr, bu bayaq mən dediyim məqamdır. Güc qarşısında aciz qalırsa, ona zülm edəni bağışlayırlar. Buna görə 4 səhvdir. 5. Şahı qarşılamağa keşiş xaç ilə şeyxanə quranla çıxır. Bu da doğru fikirdir. Cavab E variantı. Sonra 19-cu testimizə baxırıq. Hansı obraz haqqında verilən fikir yanlışdır? Məğlub şaha qalib şahın buyruğunu çatdırır kim? Vəzir. Bu doğru fikirdir. Nəyə görə? Çünki yəni ona deyirlər, şərtlə çatdırırlar ki, əgər bütün malın, mülkün əlindən alınacaq və sən bizə tabe olacaqsan, bu şərtlə onun canını bağışlayırlar. Yəni yanlışı istəyir bizdən, bu doğrudur. B. Məğlub olsa da öldürülmür. Taxt, tacı və mülkü əlindən alınan məğlub şahdır. Doğrudur. Zaten B ilə A-nı açır biraz. C. Taxtı aldıqdan sonra kef məclisi qurduran qalib şahdır. Doğrudur. Mahnı oxuyarkən səsində ölkədə qaynayan kin. Əlbəttə Saradır. Ölüm ayağında olarkən nişanlısından daim onu xatırlamağını istəyir Argun. Biz dedik ki, Argun ölüm ayağında olarkən Sara ilə görüşə bilmir. Ona görə də E variantı səhvdir. Davam edirik 20 ilə. Səsli qız poeması ilə bağlı qurulan cədvəldəki hansı fikir və yaxud da fikirlər uyğunsuzluq yaradır? Doğrudan doğru, yanlışdan yanlışı istəyir. Deməli, Sara rəqqasələr oynamağa qalxınca meyə zəhər qatır. Doğrudur. Elə bir Sara oynamağa başlayır. Bu sonra rəqqasələr də o ki süzməyə başlayırlar. Bu anda iti bir hərəkətlə Sara şəraba zəhəri qatır. Yəni doğruda doğru fikirdir. Bir variantlardan çıxılsın çünki uyğunsuzluq istəyir. Şah ölüncə xalq ayağa qalxıb ölkəni dustaqdan azad edir. 2 də doğru fikirdir. Cavab özü çıxdı. Yanlışdan isə doğrunu tapmalıyıq. Sara'nın ölkəsi azad olduqdan sonra ədalətli kral tərəfindən idarə edilir. Yanlışda yanlış. Yanlışda yanlış bizə lazım deyil. Yanlışda doğru axtarırıq. Çünki uyğunsuzluğa baxırıq. Məcazlardan istifadə olunması bədiliyi 1-ə 5 artırmışdır. Bəli, yetərincə məcazlardan istifadə olunub. Özlüyündə doğru fikirdir. Sadəcə yanlışla doğru uyğunsuzluq yaratdığı üçün cavabı biz D variantı götürmüş olduq. Davam edirik 21-ci testimizlə. Azərbaycan bayrağına, şeirinə əsasən doğru fikirləri müəyyənləşdiririk. Deyir ki, bizə müəllifin qoşma şeirlər kitabına daxildir. Yanlış fikirdir. 1919-cu ildə Dalğa şeirlər kitabında bu şeir özünü göstərib. 1 variantlardan çıxılsın. 2. Türk ellərinin birliyinə işarə vardır. Turan, gedərkən Turana. Turanın adı çəkilməsi məhz bu birliyə işarə olmuş olur. Sovet rejimini, hələ burada Sovet rejimi yox idi deyə səhvdir. Bayrağın kölgəsi müqəddəs hesab edilir. Bəli, deyir ki, öpüm kölgən düşən müqəddəs yeri. 2-4 variantı bizdə E variantında olmuş olduğu üçün götürdük. Gəldi 22-ci testimizə. Səsli qız əsərində insan xarakterindəki təzadlı məqam hansı misralarda özünü göstərir? Nədənsə qatilləri boğmayırmış göz yaşı. Burada belə bir təzad özünü göstərmədi. Malın mülkün bizimdir. Amanda canın ancaq bu da bir təzadlı məqam özünü göstərmir. Göstərdilər xalqana kəsmə telli bir qızı. Dedilər ki, bu Sara ölkəmizin ulduzu. Belə bir təzad yoxdur. Sənin qanlı əlində bitməz qüvvə var deyə hazırdır. Bağışlayıb dadsız gülməyə bax. Sənin qanlı əlində qüvvə olduğu üçün, yəni sən güclü olduğun üçün onlar səni bağışlayacaq. Məhz təzad bu iki məqamda özünü göstərdiyi üçün cavabımız D variantı. Davam edək 23-lə. 23-də Azərbaycan bayrağının şeirinə əsasən klassiki tamamlayın. Doğru fikirlər istəyir bizdən. O zaman baxaq. Deməli, bayrağın təsvirində romantikliyi əsas tutan müəllif şeirdə dövlət rəmzlərinin, baxın, bu şeirin MHM-də təhlildə də özünü verib. Rəmzlər deyil də rəmzdir. Yəni bayraqdan sadəcə danışırıq deyə bir bizim üçün yanlış fikirdir. 2-yə baxaq. Əsər qoşma janrının qafiyəsinə uyğun şəkildə yazılıb, rədifdən istifadə olunub. A, B, C, B, C, 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 B, D, 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 B formasında və
bayrağım rədifindən istifadə olunub. Yəni ikinci fikir doğrudur. Dinlətsin dərdini aha bayrağım misrasında bədii köçürmə, inversiya kimi bədii təsir vasitəsindən istifadə olunub. Bədii köçürmə var, inversiya var, amma inversiya bədii təsir vasitəsi deyil. Inversiya bədii ifadə vasitəsi olduğu üçün 3-də verilmiş fikir yanlışdır. 4. Şeirdə bayraq kölgəsi dövlət quşuna bənzədilir. Bəli, kölgən dövlət quşu qondu başıma. Deyir, şeirdə xalqın, millətin birliyindən, xalqı mübarizəyə səsləməkdən danışılmır. Bəli, belə bir məqamlara bu şeirdə yer verilmir. Ona görə 2, 4, 5 doğru fikir olmuş olur. 24. Səsli qız əsərinin məzmununa aid olan fikirləri seçilir. Yenə diqqət edirik. Bəzən mən özüm də bundan əvvəlki test bölmələrində bu səhvi eləmişəm. Yəni şərhlərdə sağ olsun izləyicilərim yazıblar və ani bir diqqətsizliklə görürsünüz ki, hamımız səhv edə bilirik. Deməli biz diqqət edirik nəyə? Məzmununa, Səsli qız əsərinin məzmununa. 1. Poemada milli azadlığa, müstəqilliyə qənim kəsilən daxili düşmənlər tənqid edilir. Xeyr, xarici düşmənlərdir. Bu da düzdür. Orada yaltaqlar hansı ki yüksək təbəqədən yaltaqlar, nə bilim din adamları var idilər, amma onlar yəni milli azadlığa və müstəqilliyə qənim kəsilən daxili düşmənlər deyildilər. Onlar sadəcə qorxaq və yaltaq olduqları üçün onun hakimiyyətini qəbul edirlər və biz də bunu əsərdə aydın görürük. Yəni bir də verilmiş fikir bu baxımından bizə lazım deyil. Nə edirik? 2. Hadisələr tarixdən alınmış, lakin dövrün ruhu əsərdə canlandırılmışdır. Bəli, tarixdən alınan əsərlərdə dövrün ruhu özünü göstərir. Yəni sətir altı mənaları biz əsərdə görürük, hansı ki artıq yəni Cümhuriyyət dövründən sonra baş verən hadisələr bu əsərdə azadlıqla bağlı verilmiş əsərdə məqamlar özünü göstərir. 2-də verilmiş fikir bu baxımdan düzdür. 3. Ölkənin hökmdarının ordusu insanlığı əzmiş hər cür cinayətlər törətmişdir. Ölkənin hökmdarının ordusu insanlığı əzmiş hər cür cinayətlər işləmişdir. Bəli, doğru fikirdir. 2, 3. Sonra müəyyən şərtlər qarşılığında məğlub hökmdar sağ buraxılır. Bəli, 4-də verilmiş fikir doğrudur. 4-ü götürürük. Sadəcə 3-də mən doğru dedim də diqqət etmədiyim bir məqam. Ölkənin hökmdarının ordusu etməyib axı bunu qalib şahın ordusu, yəni ölkəni zəbt edən qalib şahın ordusu bunu etdiyi üçün 3 səhvdir. 5. Epik təsvirlərə geniş yer verilən əsərdə Saranın səsində ölkədə qaynayan kin təsvir olunub. Ona görə də cavabımız 2, 4, 5 A variantı olmuş olsun. Sonra 25. Əhməd Cavadın yaradıcılığına aid olan fikri seçirik. Sosializmin quruculuğunu tərənnüm edən əsər yazmayıb. Səhvdir. Hətta baxmayaraq ki, o sonradan Pambıq dastanı və Kür əsərlərini yazır, amma bu əsərlər də onu bir növ həmin bu repressiya qurbanı olmaqdan qurtara bilmir. Yəni yazıb. B. Dalğa şeir kitabında müəllif kədər əks olunub. Müəllif kədər var, amma qoşma şeirlər kitabında. C. Lirik epik növlərdə yazan müəllifin yaradıcılığında sətir altı ifadələrə yer verilmir. Elə verildiyi üçün o repressiyaya məruz qalıb, gəl belə açıq deyək. D-də ilk əsərlərində maarifçi realizmin təsiri aydın duyulur. Xeyr, ilk əsərlərində o daha çox klassikaya, nə bilim ərəb fars mənşəli sözlərin olduğu şeirlərinə yer vermişdi, amma zaman keçdikcə onun şeirlərinin dili də yüngülləşir, daha biraz real motivlərlə zənginləşir. E. Şeirlərində ənənəvi məcazlardan da istifadə edib. Bəli, elə biz onun ilk şeirlərində də bunu görürük, ənənəvi məcazlardan istifadə etməsini. Ona görə də bunlardan, verilmiş fikirlərdən ən uyğun doğru cavab E variantı. Davam edə 26. Azərbaycan şeirinə əsasən doğru fikirləri müəyyənləşdiririk. Bircə dəqiqə qeyd edək. 1. Əsərdə teş və epitet kimi bədii təsir vasitələrindən, bədii təzad, inversiya kimi ifadə vasitələrindən istifadə edilib. Bəli, yetərincə. 2. Azərbaycanın tarixi keçmişindən söz açılır. Xeyr, bu əsərdə tarixi keçmişə toxunulmur. Burada sadəcə olaraq əsas etibarilə Azərbaycan təbiətinin gözəlliyi, zənginliyindən danışılır. Dünyanın Azərbaycandan işıq aldığı. Bəli, deyir ki, dünya səndən işıq alır, nə bilim, verməyəndə zülmət qalır. Belə bir orada misralar var. Ona görə də 3-də verilmiş fikir doğru fikirdir. Hər şeyin var, nəyin yoxdur? Misrasında bədii sualdan istifadə olunub. Doğrudur. Yəni buna cavab vermir. Sadəcə olaraq fikrini sual formasına qoyulur ki, yəni sənin hər bir şeyin var. Bunu sadəcə bədii sual formasında verir. Doğru variantı 1, 3, 4. Dördlük şəklində yazılıb, amma 4 üstəgəl 4 bölgüsündən istifadə olunduğu üçün bu səhvdir. 1, 3, 4 cavabımız A variantı. Davam edək 27. Azərbaycan bayrağına şeirində belə bir məqam
yoxdur. Müəllifin şəxsi düşüncələri, müəllifin şəxsi düşüncələri əlbəttə ki, elə var. Yəni bu şeirdə lirik qəhrəman bizim müəllif olduğu üçün şəxsi düşüncələri var. Türk soyunun adının çəkilməsi, Qayıxan soyundan aldığın rəngi deyir. Turançılıq ideyalarının ön plana çəkilməsi. Baxın, belə bir biz az əvvəl deyəsən hansısa testdə dedik. Yəni Azərbaycan bayrağının şeiri tərənnüm əsasında yazılıb və parlament binasının önündə bayrağımızın dalğalanmasından ilhamlanan şair bu şeiri yazıb. Yəni Turançılıq ideyalarını ön plana çəkməyib. Düzdür. Yəni Turan, gedərkən Turana çıxdın qarşıma. Sadəcə bu misrada türk birliyinə toxunur. Amma bunu ön plana çəkib xalqı nəyəsə təhrik eləmir. Ona görə də 3 yanlış olmuş olur və biz bunu düz götürürük. Bayrağa olan sevginin, vətənə məhəbbətin simvolu, bəli, doğrudur. Bayraqdakı ulduzun aya sığınması. Deməli, sığınmış Allahın yıldızı, o gözəl pəri sığınmış qoynunda aya bayrağımı xatlamağa çalışdığım üçün bəzən biraz fasilələr vermiş ola bilərəm. Cavabımız C variantı. 28. Səsli qız poemasına əsasən doğru fikirləri seçməyimizi bizdən istəyir. Sadəcə olaraq doğru, yəni nə formasına və yaxud da nə məzmununa əsasən demir. 1. Əsərdə yalnız şəhəri müdafiə edənlər qınızdan keçilir. Bu yanlışdır, çünki az əvvəl dedik, hətta qız gəlinlərin belə çöllərə axışdığı, hər kəs göz yaşına boğulduğu, şəhərin qan içində olduğu məqamları var. Ona görə də bu səhvdir. 2. Müharibənin insanlığa, dinc əhaliyə yönəlməsi yol verilməzdir. Bəli, doğru fikirdir. 3. Müəllif öz mövqeyini gizlətməmiş, fikirlərini qabarıq ifadə etmişdir. Azadlıqla bağlı, ölkənin qalib şah tərəfindən belə amansızcasına mütləq məcburi şəkildə yasdan çıxıb toy qeyd eləmələri ilə bağlı fikirlər və yaxud onun ölkəsi, Saranın ölkəsi, baxma deyir azaddır, onun ölkəsi köhnə mənada azaddır. Yəni burada bizim Əhməd Cavadın fikirlərinin açıq olduğunu biz görürük və bunun kimi bir çox məqamlarda görünür. Yəni doğru fikirdir. Əsərdə geniş epik lövhələr doğrudur. Yəni bu mütləq ki, yəni geniş epik lövhələr. Özüm daha əvvəl işləmişəm bu testi özüm. Hər hansı bir testdə kiçik epik lövhələr deyə bir yanaşma var idi. Məhz ona görə həmin test səhv götürülürdü. İndi yəqin az sonra görəcəyik o testi də. Doğrudur. 2, 3, 4 bizim cavabımızdır. Sara nişanlısından ayrılarkən qisasını alacağını deyir. Xeyr. Nişanlısından ayrılarkən ona bu sözü demir. Özü nişanlısının intiqamını alacağına əhd edir. Ona görə cavabımız A variantı. Sonra 29-cu testimizlə davam edək. Laçının var, Tərlanın var, çoxlu şirin, dastanın var, qorxun yoxdur, düşmanın var, Azərbaycan, Azərbaycan. Azərbaycan şeirindən verilən bəndə əsasən doğru fikirləri müəyyənləşdiririk. Nümunədə inversiya işlənib. Baxaq, Laçının var, Tərlanın var, çoxlu şirin, dastanın var, qorxun yoxdur, düşmanın var. Xeyr, heç bir inversiya yoxdur. 2. 4-cü misra təşkildən ibarətdir. Bəli, bilirsiniz ki, rədif və təşkirin fərqləndirilməsi üçün rədif qafiyədən sözlərdən sonra gəlir. Təkrirdə belə bir məqam yoxdur. Ona görə məhz burada Azərbaycan təkrirdir. 2-ni biz götürürük. 3. Laçın rayonunun adı çəkilib. Laçın rayon deyil, burada vəhşi quş adı olduğu üçün səhvdir. Epitet və təzad işlənib. Şirin dastan, bir də qorxunun olmadığı, amma düşmənin var olduğu ilə da təzad yaratmış olub. 2, 3, 4 bizim cavabımızdır. 30. Səsli qız poemasına əsasən Eyler-Venn diaqramından doğru fikirləri seçək. Hansı ki, qalib hökmdar və məğlub hökmdarın semasında. Qalib hökmdar ölkənin yasını toya çevirir. Biri qalib hökmdar üçün verir. Bəli, doğru fikirdir. 2. Baş verənlərin günahkarı hesab edilir. Baş verənlərin günahkarı məğlub hökmdardır. Vaxtında ölkəni ədalətlə idarə edəsəydi və eyni zamanda da həqiqətən də bütün fikri zikri ölkəni qorumaq olsaydı, güclü qoşun yaratsaydı, inanın ki, o ölkə məğlub olmazdı deyə bizə əsərdən fikir aşılanır və bütün elə baş verənlərin günahkarı məğlub hökmdardır. Bu da bizim yox, elə əsərdən bizə gələn fikirdir. Yanlış yerləşdirilib, məğlub hökmdara aid olmalı idi, 2 səhvdir. Mənfi obrazdır, bəli, hər 2 hökmdar mənfi obrazdır, 3 doğrudur. Ölkəsini azad etməyi bacarır, səhvdir. Ölkəsini azad edən Saradır. Allahlıq iddiası da eləyən, bəli, bizim məğlub hökmdarımız olub. Yəni hökmdar olmusan, Sultan Səncər və Qarıda Nizami Gəncəvi də deyir ki, sən hökmdar olmusan, yetişəsən haraya, daim məlhəm olasan, vurulan hər yaraya. Yəni amma bizim məğlub hökmdarımız Allahlıq iddiasında olduğu üçün elə orada başqa bir hökmdar gəlib qalib olur. Sonra 31. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyənləşdiririk.
Eyler-Venn diaqramıdır. Elə bilin müqayisə cədvəli Eyler-Venn diaqramıdır da. Burada verilən fikirlər hər iki əsər üçün aid olmalıdır və elə baxaq görək 5 ilə 6 bizdə doğrudurmu? Birbaşa buradan başlayaq. Əsərdə, yəni İblis, Hüseyn Cavidin İblis əsəri ilə Əhməd Cavadın Səsli qız, yəni əsərlərini müqayisə edirik. Görək. Əsərdə mənfi xarakterli, şər xislətli insanların əməllərinə yer verilmişdir. Həm İblisdə biz bunu görürük. Məsələn, belə deyək, insanlar dediyi üçün İbn Yəminə və bir yerdən sonra özünün həqiqət axtarışında məğlub olan Arif. İbn Yəmin Arif məsələn desək, götürdük A variantı. Səsli qızda təbii ki, elə məğlub qalib hökmdarı götürə bilərik. Yəni mənfi xarakterli, şər xislətli insanların əməlləri 5 doğrudur. 6. Vahid süjet xətti olan əsərdə itkilərə yer verilib. Həm İblis, həm Səsli qız vahid süjet xəttinə malikdir. Hər ikisində itki var. Məsələn, digər deyək, Vasif öldü, sonra Xavər öldü. Səsli qızda baxsaq, Arqun öldü. Arqunla bərabər ölkənin nə qədər əskəri həlak oldu. Doğru fikirdir. 5 ilə 6 doğru fikirdirsə, biz buradan variantlardan çıxırıq. Bizə qalır, deməli, bircə dəqiqə. Bizə qalır burada ya B, ya da C variantı. Ona görə də 2-yə baxaq. 2 konkret cavabda görək nədir? İblis əsərində müharibələrin alçaq ehtirasların nəticəsi kimi dəyərləndirilən əsərdə ordular deyil, insanlar qarşılaşdırılıb. Bəli, doğrudur. Yəni real açıq müharibə səhnələri yoxdur bu əsərdə və insanlar qarşılaşdırılıb. 2 doğru fikirdir. Zaten elə variantların hər ikisində var. 3-ə baxmaq lazımdır. Səsli qız üçün deyir ki, real müharibə səhnələri yer alan əsərdə konflikt insan mənəviyyatının müxtəlif qütbləri arasındadır. Bu yanlış fikirdir. Nəyə görə yanlış fikirdir? Çünki ümumiyyətlə konflikt insan mənəviyyatının müxtəlif qütbləri arasındadır fikri sırf İblis əsərinə aid olan bir fikir olduğu üçün bizim cavabımız 2, 5, 6 B variantı qalmış olur. 32-ci sualımıza baxaq. Azərbaycan bayrağına əsərinin məzmununa aid olan doğru fikri müəyyənləşdiririk. Məzmununa aid doğru fikir. Məzmununa aid doğru fikir. Rədifdən istifadə olunan əsərdə tərənnüm aparıcıdır. Azərbaycan bayrağına burada bayrağım sözü rədifdir. Sadəcə olaraq formaya aid olaraq rədifdir. Yəni formaya biz yox, məzmuna baxdığımız üçün A variantı səhvdir. B. Bayrağı Allahın ulduzu o gözəl pəri deyə təsvir edən, yox, bayrağı bu cür təsvir etmir. Bayrağın üzərindəki ulduzu bu cür təsvir edir. B səhvdir. Əsərə görə istənilən milli dövlət atributu yanlışdır. Yalnız bayraqdan danışırıq. D. Bayrağın üzərindəki əlamətlərdən danışılır. Bəli, deyir ki, Allahın yıldızı, o gözəl pəri sığınmış qoynunda aya bayrağım. Bayrağın üzərində məsələn aydan, ulduzdan bu misrada dedik. Turana gedən müəllif bayraqla olan səmimi dialoquna yer verilib. Bayraqla dialoq olmadığı üçün ona görə də bizim cavabımız D variantı. 33 Səsli qız poemasına aid olan fikir müəyyən edək. A variantı əsərdə vətənə məhəbbət, azad yaşamağın hər şeydən vacib olması fikirləri əsərin yığcam epik təsvirlərində ifadə olunur. Fikir verin, yəni cümlə öz-özlüyündə düzdür, sadəcə bayaq dediyim məqamdır. Baxın, bu hissə yığcam deyil də geniş epik məqamlar, ona görə də səhvdir. B. Yeni xaqan çiçəkli köşkü bəzətdirərək orada kef məclisi düzəldir. Bu yanlışdır, nəyə görə? Çünki yeni xaqan saraydadır, sarayda kef məclisi qurdurur və o əmr elədiyi üçün ki, hamı toy kimi toyda olduğu kimi şad olmalıdır. Məğlub şah da çiçəkli köşkü bəzətdirir. Belə bir məqam var. Yəni çiçəkli köşkdə məğlub şahdır, yeni xaqan saraydadır. C. Qalib hökmdarın ölümündən sonra xalq üsyan edir, qalib gəlir. Bu vəziyyəti ifadə etmək üçün əsərdə indi kef etməmək bir günahdır ifadəsi səsləndirilir. Bu da yanlışdır. Kef etməmək bir günahdır hissəsi ilə, baxın, bu hissə əsərin eyni hissəsindədir. Yəni hansı ki, qalib şah əmr elədiyi üçün bizim məğlub şah da elə o çiçəkli köşkü bəzədir. Bu da yanlış fikirdir. Sonra D. Əsərin konflikti qalib hökmdarla məğlub hökmdar arasında olan ədavətin yanlışdır tamamilə. E variantı. Çünki onlar arasında heç bir ədavət yox idi axı. Sonradan qalib hökmdar gəlib məğlub hökmdarı vəzirin təbii onun xəbər çatdırması ilə ki, hər şeyin bizim olacaq və sənin canını bağışlayacaq deməsi ilə. Yəni biz belə bir şey görürük, ədavət görmürük. E variantı. Əsərdə kompozisiyasının elementinə yer verilib, hansı ki, o bayaq epiloq kimi yazıb səhv götürmüşdük. Biz onu məsələn proloq kimi belə deyək, məthiyə adlandıra bilərik. Bu hissəni
düşünürəm ki, kompozisiyanın elementi hesab etmək olar. Ona görə cavabımız E variantıdır. Bununla bağlı hər hansı bir əlavəniz varsa da siz şərh bölməsində yazarsınız. İnşallah ki, baxacağam. 34. 34-də Səsli Qız poemasının klassiyi tamamlayan fikirləri. Səsli Qız poemasından klassiyi tamamlayan fikirləri müəyyən edək. Səsli qız ölkəm sonda düşmənə qalib gəlir. Doğru fikirdir. Öncəliklə klassiyada biz baxırıq da, yəni burada verilən fikir doğrudursa, bizə də tamamlayan deyir. Deməli biz də bura doğru fikirləri tapmalıyıq. 1. Məğlub hökmdarın sözləri ilə əylənən qalib hökmdara ölkənin yuxarı təbəqə nümayəndələri də qoşulur. Xeyr, məsələn, bu hissəni biz əsərdə görmürük ki, ölkənin yuxarı təbəqə nümayəndələri də sırf özlərinin köhnə hökmdarına qarşı deyib gülüb əylənsinlər. Bu yoxdur. Ona görə də 1 yanlış fikirdir. Baxırıq 2-yə. Şahmarı sağ buraxmaq, öldürməmək bir günahdır. Şahmarı şah buraxmaq, öldürməmək bir günah. Bu Saranın dilində deyilən bir ifadədir. Baxaq, nə deyir? Şahmarı sağ buraxmaq, öldürməmək bir günah ifadəsində təzad işlənməsə də metafor işlənib. Deməli, təzada baxaq. Şahmarı sağ buraxmaq, öldürməmək. Təzad yoxdur. Niyə yoxdur? Çünki sağ buraxmaq və öldürməmək eyni şeydir deyə biz bunu metafor, daha doğrusu təzad götürmürük. Şahmarı isə məhz köçürmə olduğu üçün, necə ki günüm, göyərçinimiz sözlərində biz demişdik, bənzəyən və bənzədiləndən yalnız biri saxlanılmaqla yaradılan metafor. Şahmar da məhz həmin metafor nümunələrinə aiddir. Metafor var, amma buraxmaq, sağ buraxmaq və öldürməmək təzad yoxdur. 2 doğrudur. 3. Əsərin sonunda azadlıq eşidincə millətin artıq rahatlığa qovuşduğunu dərk etməsinə təşviq var. Xeyr, rahatlığa qovuşmur. Çünki deyir ki, Saranın dövləti köhnə mənada azaddır da. Azadlıq deyiləncə biz artıq burada sevinə bilmirik. Bu bizi düşündürür. 3-də verilmiş fikir yanlışdır. 4. Sara oxuyarkən onun səsində ölkədə qaynayan kin. Mahnının sözlərində isə yurda məhəbbət ifadə olunur. Doğrudur. 2, 4. Davam edirik. Sonuncu bölmələrim testimizlə, artıq bölmənin son testləri ilə 35-ci testdə bizə deyir ki, klasterə əsasən uyğunluğu müəyyən edin. Aha, bizdə bu cür klasterlərdə, yəni bir verilən hissəyə verilmiş 2 addan ya hər ikisini götürürük, ya əsərlərdən birini götürürük. Fikir verirsinizsə, burada əsərlərin açmaları var, əsərlərlə bağlı verilmiş fikirlər var. Burada isə əsərlərin özü, yəni birə ya A, ya B, ya AB. Yazılı ədəbiyyat nümunəsidir deyəndə, əslində həm İblis, həm Səsli Qız yazılı ədəbiyyat nümunəsidir. AB olan variant, A variantında baxın, onu müzakirə eləyək, sonra keçək digərlərinə. Əgər birə AB qoysaq ki, bu hər ikisinə aiddir, görək 2-dən nə olacaq? 2-də deyir ki, gərək 2-də də hər iki əsər üçün ortaq fikirlər verilsin o zaman CD-də. C-də müharibənin dəhşətlərini yaşayan insanlar var. Bəli, hər iki əsərdə var. D. Konflikt insan mənəviyyatı üzərində qurulmuşdur. Bu isə özünü göstərir deməli İblis əsərində. Ona görə də artıq A variantı bizdə şərti ödəmədiyi üçün keçək, görək hansısını. Birə A-ya qoysaq məsələn İblisi. A-ya İblisi qoysaq, yəni birə İblisi qoysaq, yazı ədəbiyyat nümunəsidir, doğrudur. Müharibənin dəhşətlərini yaşayan insanlar var. İblisdə də var, Səsli Qızda da var, amma İblisə də uyğun olur. Bəli, 2-yə yəni C-ni, 1-ə A-nı qoysaq, bura biz C-ni yaza bilirik. D. Konflikt insan mənəviyyatı üzərində qurulmuşdur. Zaten bayaq dedik ki, bu İblis əsərində olan bir məqamdır. D-ni də yazırıq. E. Əsərdə qoyulan mövzu müharibənin insan həyatı fonunda tərənnüm edilməsidir. Xeyr, müharibə niyə tərənnüm edilsin ki, ona görə səhvdir. Əsərdə mifik obrazın iştirakına yer verilmişdir. Bəli, İblis. Mələk də var əsərin əvvəlində. Ona görə 1-ə A-nı qoysaq, 2-yə C, D, F variantımız var deyə avtomatik C variantını götürürük. Heç B-ni qoyub yoxlamağa ehtiyac yoxdur. 2 qoysaq da cavab olmayasıdır. Davam edirik 36 ilə. Səsli Qız əsərindəki qalib hökmdar obrazı haqqında deməli, qalib hökmdar obrazı başqa hansı əsərin mənfi obrazı və onun hansı xüsusiyyətləri ilə ortaqdır? Deməli, qalib hökmdar İskəndərlə ortaq ola bilməz, çünki İskəndər müsbət obrazdır, ona görə səhvdir. Bayandur xan həmçinin yəni müsbət obrazdır. Xotkar mənfi obrazdır, amma görə verilənlə eyniyyət var, yoxsa yox. Az görünsə də oxucuda onunla bağlı kifayət qədər fikir yaranır. Eyni zamanda da Səsli Qız poemasındakı qalib hökmdar da az görünür, amma az görünməsi ilə biz onun elə mənfi obraz olduğunu görə bilirik. Bəli, oxşadı cavab C variantı. Yusif Sərracdır. Yusif Sərrac
müsbət obrazdır. Fransa kralını biz görmürük, sadəcə eşidirik deyə, özünü görmürük əsərdə. Ona görə cavab olmuş oldu C variantı. Bu qədər. Növbəti test bölməmizdə inşallah ki, görüşərik. Xeyirli olsun. Hər hansı bir təşrifiniz, iradınız və yaxud maraqlı bir yanaşmanız varsa şərh bölməsində qeyd edirsiniz. Yenə deyirəm, kanala abunə olmağı, şərh yazmağı və videoları bəyənməyi unutmayın. Hələlik.